Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 24 maydır. İşdəyəm. Bir dəqiqə sonra avtobus olmalı. Ora özümü çatdırmalıyım. İnşallah liftə başqa insan girməz. Bilirsiniz, liftə başqası girdisə bu çox vaxt aparır. Gerək liftdən insan kimi qaçım Astanovkaya. Çatdırdım özümü şükür. Hələ avtobus gəlməyib. Dönüb gələsidir. Hələ gəlməyib deyə bilirəm. Adam yoxdur, yəqin ki bugün bazar günüdür, ona görə getmiş olamaz mənsiz. Deyirəm də mən siz ara gedir, hələ indi gəlir. İkinci avtobusa mindim, saat 6 tamam. Oradan da bir Astanovka peşkom gedəcəm. İçi bomboşdur. Görün nə gözəldir. Bəyək quşlar ötürdü. Elə ki mən kameram. Adamın rəyinə yağ kimi yayılır. Dostum yoxdur burada. Həmişə deyirdim mən şeşimi çək. Yəqin yaxşı təmizlədiyinə görə vəzifəsini artırıblar. Heyf deyil ya, nə gözəldir hər yer. Qışda bir başqa gözəlliyi olur, ağacların üstündə 2 santim qar. Yayda bir başqa. Hər yer yamyaşıl. Hələ günün işığında yaşılın başqa tonları ortaya çıxır. Quşlar ötür, ağaclar çiçəkləyir, tumurcuqlayır. Sevirəm də təbiətimi. Allahın yaratdığı rəngləri. Deyəsiniz ki, bu qız dəlidir, xəstədir, nədir, 40 yaşı var bunun. Görün, nə gözəldir, nə inci düşünülmüş, xırda detallar. Qaşək. Fokuslanmır ki, telefonum bunun gözəlliyini çəkim. Qara fonda. Şeydən. Ben kompüterə qoşum. Ondan sonra gedib əynimi dəyişərəm. Gözəlimi hara qoyum bu gözəlimi? Vay, bir ikisi çıxıbdı yerindən. Şeydir də, toxumdur bunlar, toxum. Getdik. Sumkam kirlənib, sumkam yasıyamı. Düzgün kirlənibdir. Deməli qızlar, səhər istədim su doldurum tulkamda, gətirim. O da sən demə, evdə su yoxuymuş. Dibində su qalıb. Dünəm gör nə qədər içmişəm də, çox su içəmirəm ki. Zaryaddan nəsə düzgün xarab olub, yaxşı yığmır, çox pis yığır, bəribat hətta. Bax, deyilən zaryaddan başını taxamayacam. Evdə qalıb yəqin. Ay sənə, asla yığmır. Burada Tanyanın zaryadkasından istifadə edirəm. Və dəftər gətirdim. Bugün bu dəftəri yazacağıq. Bugün bu dəftəri yazacağıq. Mən deyim də bu dəftər 12 vərəqdir. Birazdan mənim dəft götürəcək ki, bu 12 vərəqə heç nə yerləşmədi. Günə maşın var, bir dənə onun saatına baxın. Gün saat neçədə gələcək, sonra bugün jurnalları yazmalıyam, bugün polu yumalıyam, bugün sonra dinləməliyim. Bugün Ruslanda последний звонокdur, nədir? Последний звонокdur. Son zəngdir. 8000 yoxsa 8500-dən pul yığırdılar
50 dəfə soruşdum. Ruslan gedərsənsə ödəyim. Ruslan gedərsənsə ödəyim. Dedi ki, hə gedəcəm. Getmək istəyirəm. Mən də ödədim. Hardasa bir ay bundan qalaq. İndi düşüb ki, mam, olar getməyim. Deyirəm, Rusik, 8500 də az pul deyil. O pul mənə 200 qaytarmayacaqdı. Get günə. Hələ göndərməklər ki. Hələ maşının saatını göndərməklər. Portal qoşulmaq istəmir. Niyə belə? İndi bugün saat 2-də getməlidir. Axşam dedim çim elə, çimməyibdir. Gerək biraz var durğuzum. Göndərim çimməyə. Sizdə də elədir. Bir sözü 50 dəfə dirsin. Ay bala get çim. Ay bala get dırnağını tut. Ay bala get əl üzün yu. Ay bala get nə bilim paltarını dəyiş. Dərsini yaz. Valla adam bezir. Qız uşağına bir dəfə deyirdi, ne uşaq vaxtı. İndi heç, indi seçilmirlər bir-birlərindən. Qoşulmadı. Mən bu gün necə işləyəcəm? Neçədici bir çətinləşir Ruslan. Bezirəm. Deyirəm, sən Kadetski məktəbə qoyacam. Kadetski şkolaya qoyacam. Orada da disiplina çox yüksəkdir. Sonra da deyirəm, yoxa yazıqdır uşaq. Uşaqlığını yaşasın. Ki, demirəm, biz söz eşidən uşaqlardan olmuşuq. Ay, sən ara uçdun. Sən çıxanda torpağa əkərəm. Ay, bu qoşulmadı. Alındı, rəis alındı. İndi kod gələcək. Dünəndən uşaqlar deyir ki, mama satma torpağı. 338 neçə idi kod? Yanımdan çıxdı. Satma torpağı. Başa sala bilmirəm. Deyirəm ki, ay uşaqlar 950, 338, 950. Deyirəm ki, ay uşaqlar, bizə birinci krışa lazımdır. Daçanı mən sonra alacam. Klinus alacam. Mən əgər bir şey başıma qoydumsa, mən onu eləyəcəm. Mən məqsədə gedən insanım. Üzürü sayın, amma mən incidir. Mən məqsədə doğru gedən insanım. Mən elə bilirəm ki, məqsədsiz insan olmalı deyil. Onda yaşamağın heç bir anlamı olmaz. İnsan qabağında çel olmalıdır. Məqsəd olmalıdır. Plan olmalıdır ki, mən nə üçün yaşayıram, nə üçün işləyirəm. Onsuz həyat çox maraqsız olar. Yoxsa işləyim elə hər qəpiyinə kimi xərcləyim. Nə bilim, mən elə insanlardan deyiləm. Demək olar ki, yadınıza gəlirsə, yeni ildə, keçən yeni ildə mənə nə vermişdilər? Kapilka. Mən onun yarısına kimi doldurmuşam. Demək olar ki, əgər şey desək, üst örtülü desək. Mənim məqsədim var. Gəlin o torpağı sataq. O torpaqda mən dünən baxdım, bircə Natiqdə zapret qoyulubdu. Natiqdə zapret qoyulubdu, çünki banka borcları var idi. Mən hələ başa düşürəm. Dünən də mən internetdən soruşdum. Dedi ki, sizin orada adınızın olmağı çox gözəl, çox yaxşıdır, yaxşı xəbərdir. Bircə baxın ki, sizə zapret yazılıb orada. Baxdım, yazılmayıb. Bir dənə Natiqə yazılıbdı. Yazdım ki, ex-mujumda yazılıbdı. Cavab olaraq mənə gəldi ki, 2026-cı ildə təzə zakon çıxıb ki, bax, orasını bilmirəm, münaqadiyetlərdə yoxsa hamıda. Əgər bir insanın borcu varsa, kateqorически земельный участка запрет qoyulmur. Земельный участок heç bir rol oynamır borclarda. Yazılıb ki, yoldaşınız getsin pristava, zaявление yazsın, ərizə yazsın ki, bəs zemельный участокdan zapreti götürün və salam. Bununla da bütün şeylər çıxır ortadan. Encamələr, nə bilim, nə deyirlər. Su istəyirəm ya. Su içərəm. Vot. Hər dəfə vot deyəndə şey yadıma düşür, kommentari qız yazmışdı ki, o qədər vot deyirsiniz ki, adam bezir.
yaxşı, hə deyərəm. İndi uşaqlara yazmışam ki, atanıza göndərin ki, bu hərəkətləri eləməlidir. Görək nə deyəcəklər, nə edəcəklər. Amma uşaqlar da ki, mam, nətər deyirlər, palanı satarıq, eşeği satarıq, palanı da ala bilmərik, nəsə belə bir şey var. Ay bala, mənə güvən, mənə inan, mən sizi yarı yolda qoyaram. Niyə ki? Deyirəm ki, nə bilim, deyirəm ki, birinci evdir, damdır, sonra daçadır, domdur. Sonra qoy birinci, mən deyir oraya bir dənə hazır ev qoyaq. Axı sən oradan hər gün bura işə gələsən, yox. Hələ mən Moskvada yaşaya-yaşaya işə gedişirəm. Uşaq Moskvada yaşaya-yaşaya, yolun o tərəfi məktəbdə gedişir pastayanı. Oradan bura mən yenə məktəbdə yaşayıram. Bizim torpağımız Domodedovodan 3-mü, 4-mü stansiya sonradır. Belistalbıdadır. Vay pervək. Vaxtarıq o 2 dəqiqəyə həll olunması şey deyil. Orada ağaclar nə hündürlükdədir. O ağacları oradan yonmaq lazımdır. Adamlar tutmaq lazımdır. Oranı təmizləmək lazımdır. O hamısı əncamədir. Üstünə düşsə eləmək olar. Papam elə insandır ki, bugün denən ki, papam bilsiz necə insandır. Hər gün Elman deyir ki, mən uşa bezdim. Niyə? Papa deyir ki, nə vaxt gedib ora darvaza qoyacaq. Elə bil əlimizin altında pul var. Elman dediyi sözlərdir. Deyirəm ki, səndən şey istəyir, təsdiqləmək istəyir ki, sən deyəsən ki, hə papa, gedək qoyaq. Ondan sonra papa deyən ki, papa mənə canını ver, canını verər. Papam, indi bu dəqiqə gediblər, qonaq gediblər doma, daçaya, kimisə daçasına. Qayıtmaq istəmirlər. Deyirəm, görürsünüz, həyət evi nə gözəldir. Özlərinin də arzusundadır həyət evi. Rusya hər il otpuskaya getməyin, o pulu yığın, ev düzəldin, ev qurun. Sizdə ki, kiminsə hissəsi satılmayıb, sizdə ki, kiminsə zapreti yoxdur orada, eləyin də. Papama desəm ki, mənə də hərmişə deyir, görəndə deyir, torpağın üstünə nə vaxt düşəsən? Birinci başımı soxmağa damım olsun, ondan sonra torpaq. Mən elə düşünürüm. Motoya da deyirəm, birinci balalarımı düşünürüm, sonra nəvələrimi düşünürüm. Birinci bilim ki, mənə nəsə olsa balalarım çöldə qalmayacaqdır. Ondan sonra yekə bir domalaram, bütün nəvə, nəticə, kötücə, hamısını oraya yığaram. Bayramdan bayrama gələndə bilərəm ki, hamıya oturmağa yer olacaqdır, qalmağa yer olacaqdır. Bilmirəm, mən belə düşünürəm. Uzun sözün qısası. İyunun əvvəli mən evdə olacam. İndi bilmirəm, yəni mən elə burada elə qrafik qoyublar ki, iyunun əvvəli mən evdəyəm. İndi hal-hazırda papamgil qonaqlıqdadır, daçadadılar. Gəlsinlər. İyunun əvvəli inşallah papanın da buxadnoyları olar. Gedib o torpağın üstünə düşərik də yəqin ki. Amma birinci Natiq Zayblenə yazmalıdır. Belə. Saat 7:30-da mal gəldi. Üçüncü səfərdir ki, mənə həmən sürücü gəlir. Kimsə burada qəşəng oturub, su içib, pizzadan yeyib. Normal. Əslində malın hindi gəlməyi çox-çox gözəl oldu. Çünki başqa vaxt belə vaxtı yatıram. Dünən zaten saat 7-də yatmışdım ki, elə səy-səy yuxular görməyə başladım. Bu da hərdən işləyir, hərdən işləmir. Вот. Yenə vot dedim mən. Çalışacağım tərk edim. Deməli... Hə? Это Гуша? Теперь сам раз. Что, уже все?
Ay ay. Tvorog 60 dənə saydım. Düpedüz. Aha. Tak, sən niyə belə oldun axı? Sən dırnağını da qıracam indi. Kalbimin yarısı senin, yarısı benim. Рядом с творогом. Yarısı senin, yarısı benim. Bari bana anlaşın. Bak. Tez nakladını yazım. Sonra zakaz vereyim ki yine küfür tvorog yatırsınlar ne vaxtsa. Sonra Litual'dan zakaz verəsiyəm. Saç mən eşitmirik. Sonra Valbers'dən corab zakaz verəsiyəm. Bütün corabları evdə tullamışam. Bütün. Evdə bir dənə corab saxlamamışam. Yox, əslində saxlamışam 2 dənə yoxsa 3 dənə. İndi evdən üstündə dava gedir. Evdə corab isə dava gedir. O deyir mən geyinəcəm, belə çıxacam. Bu deyir mən geyinib çölə çıxacam. İnarsız bir həftədən çox tutullamışam corabları. Zakaz eləmək hələ yadıma düşmür. Bu sizin, bu bizim. Bizimkini bunu qoyaq. Sonra yazaram onu. Abeddə də yerləri yuyaram. Saat 3 tamamda çıxaram inşallah. Saat 8:20'də yüklədi, qutardı. Kofe də verdim. Düz çay təklif elədim. Dedi ki, səhər tezdən kofe içməmişəm, kofesi var. Bir əldən bağlayamayacam. Qızlarda var. Getdi, süzdü, içdi. Getdi, deyir, qardaşınız işləyir, o bir toşkada. Deyirəm, yox. Bu gün выходnoydu ona. Getirim, Allah yığışdırım. Qalıb burada şey. Bir özümə çay süz. Çay içməyə dişli yoxdur, yoxsa çay süzərdim. Bəlkə pesoqla çay içərdim. Baxarıq vəziyyətə. Nə vaxtdan da uşaqlarla planlaşdırırıq ki, gedək teplaxodda gəzək. Axır ki, bu günə salmışdıq. Dedik da mən şeydəyəm, Malışa Kuxnadayım, tez gələcəm də gedib gəzə bilərik. Ya 23, ya 24. O da Səbinə dedi ki, 23-ünə tort pişirəcəm bütün günü. Tort sifarişim var, 24-ü verərəm, axşamı da gedərik. Yəni bu günə planda var idi teplaxod. Bilmirəm, indi Səbinə bir tortu hazırladı dünən. Səbinəyə görə dönəm, mən Kuxnaya girə bilməmişim ki. Getdim, başım sıxdım, yatdım. Əgər vlog baləcədəsə, значит mən yatmışam. Kuxnaya girməyə imkan olmuyor. İkinci tortu pişirirdi. Daha bilmirəm, pişirdi deyəsən, axşam mən yatdım. Bugün də Ruslan saat 2-də Последний звонок okudu, son zəngi. Gedəcəklər Fort Boyaj oynamağa mı, keçirtməyə mi, bilmirəm, heç Fort Boyaj nədir. Deyir, orada desən, tapşırıqlar verirlər, o tapşırıqları yerinə yetirmək lazımdır. Neysə. İndi bilmirəm ki, bileti alın. Birdən Ruslan oradan geyicgələr çatdırmarıq. Birdən Səbinə tortunu çatdırmaz. Bilmirəm. Bilet alın bəlkə saat 9:30-da, axşam saat 9:30-da. Prosta deyirəm, o yorğun olacaq, bu yorğun olacaq. Dizilər istəmir getmək. Qalacaq elə. Pa faktu baxaq, ha? Pa faktu. Gedim evə, görüm vəziyyət nə yerdədir. Ondan sonra görsəm ki, hamının keyfi, əhvalı yaxşıdır. Onda bilet alaram. Belə düşünürəm. Deməli, qızlar, saat artıq 4-ün yarısıdır və
Günel qaçar. Qaçar evə. Çünki nədir? 2 dəqiqə sonra avtobus gələsidir. Uy. 2 dəqiqə sonra avtobus gələsidir. Avtobusu özünüzü çatdırmalıyıq. Dəli şuraya yazır ki, mən haradasan? Görünür ki, tək bacarmır uşaqlar. Ya da qorxur ki, durarlar, səbinə yatışdırıb getməliydi. Neyse. Gittik mi? Atlarımızı tapdıq, gedək. Gedək evimizə, eşiyimizə. Letoal mağazası axtarıram. İnternetdə yazılıb ki, evimizin yanında var, amma bağlıdır. Gedim baxım. Bağlı olmasa yaxşı olar. Bir dənə bunu gördüm, düşdüm. Bax, bir dənə bunu gördüm, düşdüm. Bağlıdır ki, adını çıxardıblar. Neyse ki, bağlıdır. Bilseydim evimizin iş yerin yanındakı Letoal'a gedərdim. Deməli, Letoal'da bütün sketkalarla o duxu 500 rubuldu. Amma Valberis'də 1000 rubuldu. Ləliş yazı qalıb ki, sok istəyirəm, sok istəyirəm. Bir saat bundan qabaq yazmışam, nə soku cavab verdiyi yoxdur. Kim mağaza görüm, nə tapıram. Скажите, QR-кодом можно вас? Можно. Все, понятно. А то я карты не взяла. Узбекский помидор меньше что тут. Багато. Hiç çörek yokmuş ki burada. Ne oldu? Bir ara buranın tarixini vururdular, daha vurmadılar. Ben de sevmiştim ki, ne yaxşı. Ayın tarixini vururlar. Yox, sveji iyisi gəlmiş. Sveji iyisi gəlmiş. Elə bir dünənimdir. Конечно. Bazar günü haram mal gəlir. Sırağa günündür hələ. Oy, qaça o mağaza, sən bu mağaza mənim. Saat 5'in yarısıdır. Səbinə deyir ki, tortu düşürtmək lazımdır. Amma mən padizə girəndə heç kimi görmədim. Geyim tez tortu düşürdüm. Ləliş deyir ki, mən çıxsam uşaqlar damca çıxacaq. Onlar padizi tapa bilmirlər kakras. Ona kimi düşürdərəm. Bilən içinə beləcə bir tortikdir. Düz vaxtında çatdım evə. Düşdüm ki, aşağıda gözləyirlər. Mən çıxanda yox idilər amma. Padizi səhv salmışlar, binanı qurq eliblər. Ona kimi mən çıxdım yuxarı. Gəldik evə. Что баба купила? Что это? Хлеб. Это хлеб, молодец. Это что? Кто хотел? Ты хотела сок? Какой хотела? Надир. Черника. Нет, мне сказали вишневый. Это что? Bilir ya, перец. Mən dedim, həmişə bu здорово, həmişə işlənilən şeyləri bilər. Это что? Это сгущенка. Сгущенка? Да. Ну пусть будет сгущенка. Этим. А? Этим. Этим сгущенка. Это что? Это... На что похоже, скажи? м, А? На варенье? Mangal salatı aldım. İstirdim alım, gördüm ovuş zapçon almaq istirdim, gördüm mangal salatı var. Onu aldım. Dadına baxarıq görək nə olan şeydir, nətər dadır.
Ты любишь, да? Ben orada pişirmiştim ya. Ты не покушала? Hamı təriflədi axı. Ehti. А это фасоль. Фасоль чили соусunda. Acıdır, acı. Uşaqlar mənə nə görə qoydular? Ləliş yatır. Mən də uşaqlara baxıram eşinə. Səbinə də yoldadır, gəlir. Yol üstü girdi Letoyla, sağ olsun, mənə mən istədiyim duxunu alıb gətirir. Yerdə qalan sürmə falan onu özüm alaram və yaxud da evə sifariş verərəm. Amma iminə duxunu Letoyalın özündən almaq istəyirəm. Çünki neçə dəfə evə sifariş vermişəm, iyisi qalmayıbdı. Sağ olsun, yoldadır, çatdadır. Mən уже burada bitər oldum. Rusikdəki saat artıq уже 8-ə yaxındır. Rusik hələ gəlməyibdir. Və mənim duxum gəldi. Heç elə də bahalı duxu deyil, amma ki o qadında hansı ki bizə gəlir kruassan almağa, ondan elə gözəl ətri gəlir. Görək bu nətərdir. 1000 rubuldur. Sadəcə bonusla 500 rubul aldıq. Da. Nəsə dedilər tortdan? Bu mənə bilsən nə xatırladır? Mən uşaq vaxtı bizim sadikimizin yanında yekə ağac var idi. Üstündə də ağ güllər. Bilmirəm indi o siren idi. Она сказала, что там тухуяхшер и который стоит 9000. Честно, mən sizə onu verim. Yox, mənə именно эти сказали. Yox, именно это, потому что demirəm, babuşka uzaqdan gəlir, bizim pekarniya girir hələ. И она выходит, все равно bu iyisi qalır orada. Deyirəm ki, o очень вкусно пахнет, deyir, я не чувствую. Deyirəm, значит, еще лучше, да? Но в ритуале права. Başqa bir internetdə baxdım ki, Zalto Yablokada zad da var. Yazılıb ki, только Litualda, Azonda, Valberisdə. Azon Valberisdə verəyo. Litualda da ki, bir-iki dəfə evə zakaz eləmişəm, iyisi qalmırdı. Mən də onu gördüm ki, Luçu mağazadan almaq. Я просто 3-4 туханы yine bakırdım. Тебе не понравились? Ну, я какой-то Сладкий, да? чувствовала. Как будто бы они у нас уже были так назад. Da. Deməli, saat 10-a işləyib 20 dəqiqə, Ruslan hələ indi gəlib. Biz də istəyirdik ki, onun yarısında olan Teplaxoda gedək. Yaxşı ki, biletləri almadım. Очень поздно. Saat 2-də başlayıb, onu 9-da qutarıb. 1,5 часа должно было. Neynədiniz? Tez, duq, Slavaq, davay. Смогу. Neynirdiniz orada, deyin görüm. Ну, я понял, что такое Форт Боярд. Это квесты. То есть мы, например, из квестов засовывали руку в черную коробку, и там надо было нам забрать одну монетку. В одной коробке была крыса. Aha. Kimsə yedi? А? Kimsə yedi? Не, Dələylədi. ничего. Ну, хотела выйти. Aha. Хотела выйти. Ha. Во втором были личинки тараканов, Oy, fu. а в третьей змея. Tretí nə? Zmiya? Змея. Aha, iyi. Сейчас. Дальше. Знаешь такую штуку для пресса? Вот так делать, вот так делать. Колесо Ага, такое. колесо. Вот там была такая лесенка вверх, маленькая. Было вот это вот колесо. Надо было это колесо посередине крутить, а потом толкнуть толкнуть за палки. Aha. И там было 10, 20 и так до 100. Ну, тебе понравилось? Ну, вообще, да. Xoşuna gəldi mi? Да. 8500 pul vermişəm. Dəyər miydi? А там еще еда была же. Hə, yemək alıblar. Очень много. Da? И пицца 2, и бургер 1, и картошка фри. Hamıya ayrı-ayrı qoymuşlar. Нет, картошка Yoxsa фри. ortaya qoymuşlar. Картошка фри была в тарелках, Aha. а все остальное себе. Hamıya payda Да, да. Я купила скраб для губ, она все съела. Да? Yəqin со вкусом клубника olub. Сказала, мама разрешила. Дальше соки были. Вот.
у родителей и Ольги Сергеевны был этот телевизор такой, они за нами следили. О, да? Да, ну без звука, но следили. Там было 3 команды. Синяя, красная, зеленая. Ой, как раз Азербайджан байрағы. Мы стояли от буквы П. Ага. Так, так, так. Ага, я поняла. Вот. Вот, тут синяя, тут Короче, это не важно. красная. Что дальше сказать? Ну, испытания были прикольные. Niye saat 9'da geldiniz? Мы Ne еще гуляли. гуляли? Да, все вместе. Да? Да. И родители, и Да, дети, да, да? А где гуляли? По округу или? Нет, мы Harasa parka getmişdiniz Да, yoksa парк. yolun qırağıyla? сначала пошли на площадку рядом с этим Форт-Бояном. Тебе там понравилось? Sen orada öğrendin? Var orada üzgüçülüğü, самбо. Тебе туда записать можно? Нету? А что там есть? Я не ходила туда. А, не ходил? Надо бы посмотреть в интернете. Это другое здание. Дальше. Что еще было? Знаешь, такую игру, типа, вот там несколько палочек есть, и ты берешь 1, 2, либо 3. И надо, чтобы конечная палочка финальная была не у тебя. Вот. Мы там выиграли только 1 раз. В итоге чем выиграл? Красный, зеленый, синий. Ну, не сказали, но никто не выиграл вообще. Никто не выиграл? Не, Хорошо. надо было 6 ключей. Никто не получил 6 ключей. Saçı ne vakır kırık? Никогда. Кукла, знаешь, я запустила. Что ты мне дала? Резинка. Резинка lazım olsa dene. А, У меня уже есть браслет, я не буду пользоваться. Aa. И медаль еще. Ну, медаль тоже есть. Медаль за что? Грамота есть. подожди, да. Ой. Ему подходит, Амина? Нет, Не подходит? это девочки. Это девчачий. Вот смотри, Амина красавица Да стала. ладно. Что за медаль? Göster Джури. Это не медаль, это просто... Ну, грамота. за участие. Да. А грамота есть у всех. А твое где? Моя в рюкзаке. И одежду не надо было брать запасную. Ну, там было написано Рагата Палтар. Снимай. Нет. Симай Верона, да? Все, иди. Еще давали медальки шоколадные. Короче, sen hamısını yedin. Да. Ну, я объелся вообще. Молодец. Нет бы чуть-чуть в карман положить, нам привезти. Ha? Наггетсы, кусок пиццы, шоколадки. Pizzanın cebine koyardım. Не влезет мне в карман. Короче, день прошел хороший, нормальный, да? А ты не хотел идти. Я хотела идти. Спокойно скажи, я не понимаю, куда ты кричишь. Ha, Я все? хотела идти. Что? Да? А здесь Да. хочу. Ну, Мама. гуляли мы тоже Мама. прикольно. Сначала возле Спустись, этого здания, пожалуйста, где мы пониже. занимались фортеном. Я хочу тебе одеть площадке медальон. маленькой. Потом пошли в Мама, я парк. тебе хочу отдаем. Я пошел с мамой друга, Ha. потому что она живет вот тут. Вот Şəkil video çəkdiniz, Да. da? Очень Göndərərlər yəqin ki. Там. Кстати, если бы ты тоже пошла, могли бы еще фотки купить. Купить фотки. Да. Там я вот так вот стою с пауком, этим костями паука. Да. Вот так. Все. Göndərərlər baxarıq. Нет, не отправят. Ne? А, это надо было купить? Да, это на фотоаппарате было. Ладно. Deməli xanımlar, əti xırda-xırda doğradım. Belə qoydum qaynasın. İlk suyunu süzdüm, tökdüm o yana. İkinci su əlavə elədim və ikinci suda bişirirəm. Və burada da dondurucudan çıxartdığım noxud var. Bunları da qəşəngcə yudum. İndi ətə əlavə edəcəm, ətlə bir yerdə bişirəcəm. Noxud su eləmirəm amma ona oxşar bir şey, az sulu. Az sulu noxudlu, ətli yemək olacaq. Belə. Hələ bunlar öz aralarında bişsinlər, dadları bir-birinə qarışsın. Ondan sonra yağçasını, soğançasını eləyərəm. Xırda doğranmış kartoşka. Duzunu istiotunu da əlavə elədim.
kök tapmadım, yoxsa kök də vurardım. Və indi bir qıraqda soğansa, yəni pomidor, biber, soğan ya da ki varsa əlinizin altında hazır. Mən hazırladığım acikadan tökəcəm. Kakras içində acı biber də var. Lap da dadlı olar. Bunun kəfini yığım tez. Soğan da eləyirəm. Biberlə pomidor da əlavə eləyəcəm içinə. Sonra hazırladım soğan dağı yeməyə əlavə eləyəcəm. Baxın qızlar, artıq yeməyimiz hazırdır. Pomidor, biberləri yekə-yekə deməli ətlə kartoşka dıxır-dıxırda az sulu öyrənçinə bir yemək oldu.